Hər səhər ya da günün ortasında əlimizə aldığımız o fincan çay, adətən bunu sadəcə bir vərdiş, bəlkə də bir zövq anı kimi düşünürük, elə deyilmi? Amma bugün biz o fincanın biraz dərinliyinə gedəcəyik. Çünki əslində o fincan balaca bir kimya laboratoriyası kimidir. Gəlin bu sevimli içkinin gizli gücünü birlikdə kəşf edək. Bir anlıq düşünün, hər gün içdiyiniz o çayın içində sağlamlığınıza birbaşa təsir edən güclü kimyəvi birləşmələr var. Bəs bu birləşmələr nədir və bizə necə təsir edir? Gəlin bu kimyəvi sirrin pərdə arxasına elə indi birlikdə boylanaq. Bilirsiniz, çayın hekayəsi az qala bəşəriyyət qədər qədimdir. Hər şey 5000 il əvvəl Çində bir dərman bitkisi kimi başlayıb. Əsrlər keçdikcə o bütün dünyanı fəth edən gündəlik bir rituala çevrildi. İndi isə müasir elm bu qədim içkinin sirlərini bir-bir üzə çıxarır. Yaxşı, bəs bugünkü söhbətimizdə bizi nələr gözləyir? İlk olaraq bir fincan çayın içindəki kimyanı həll edəcəyik. Sonra onun faydalı gücünə baxacağıq, amma eyni zamanda hansı məqamlarda diqqətli olmalı olduğumuzu da öyrənəcəyik. Hansı çayın sizin üçün daha uyğun olduğunu anlamağa çalışacağıq və sonda ideal balansı necə tapmaq olar, bu barədə danışacağıq. Beləliklə, gəlin başlayaq. Hər fincan çayı bu qədər xüsusi edən əsas kimyəvi maddələr hansılardır? Gəlin etiraf edək, onların hər birinin çox maraqlı bir rolu var. Deməli, çayın super qəhrəmanları katexinlərdir. Təsəvvür edin ki, bədənimizdəki hüceyrələrə daim hücum edən sərbəst radikallar adlı kiçik düşmənlər var. Katexinlər də bax bu hücumların qarşısını alan güclü bir qalxan rolunu oynayır. Xüsusilə də yaşıl çayın tərkibindəki EGCG bu işdə əsl çempiondur. Heç fikir vermisinizmi? Çay içəndə bir tərəfdən sakitləşirsiniz, digər tərəfdən isə diqqətiniz daha da artır. Bax, bu möcüzəvi təsirin adı L-teanindir. Bu maddə beynimizə sanki hər şey yaxşıdır, rahatla deyir. Amma bunu yuxu gətirmədən edir. Qəhvənin verdiyi o kəskin enerjidən fərqli olaraq, çay bizə çox sakit bir fokuslanma bəxş edir. Elə çayı unikal edən də budur. Və gəldik hamımızın yaxşı tanıdığı kafeinə. Bəli, çayın içində də kafein var və bizə o gümrahlığı verən də məhz odur. Amma burada çox maraqlı bir nüans var. Çaydakı kafein indicə danışdığımız L-teaninlə komanda şəklində işləyir. Nəticə, qəhvədəki kimi kəskin bir enerji partlaması və sonra kəskin eniş əvəzinə daha yumşaq, daha uzun müddətli bir oyanıqlıq yaşayırıq. Yaxşı, məhz bu üç möhtəşəm komponent, katexin, L-teanin və kafein bir araya gələndə bədənimizdə nələr baş verir? Gəlin indi çayın bizə verdiyi konkret faydalara baxaq. İnanın, siyahı həqiqətən də təsirlidir. Deməli, bu güclü maddələr birləşəndə ortaya möhtəşəm bir sinerji çıxır. Məsələn, o danışdığımız katexinlər damarlarımızı qoruyaraq ürək sağlamlığımıza dəstək olur. L-teanin və kafeinin o mükəmməl dueti isə beyin funksiyalarımızı, yaddaşımızı gücləndirir. Üstəlik stresi azaltmaqdan tutmuş, həzmə kömək etməyə qədər müntəzəm çay içməyin faydaları gördüyünüz kimi saymaqla bitmir. Ancaq bildiyimiz kimi, hər yaxşı şeyin bir amması var. Çayda da bu amma miqdarı ilə bağlıdır. Gəlin indi də medalın o biri üzünə baxaq və çayı həddindən artıq içəndə nələr ola biləcəyini araşdıraq. Bax, bu rəqəmi yadda saxlayın, çünki bu çox vacibdir. Sağlam bir yetkin insan üçün gündəlik maksimum kafein limiti 400 mg-dır. Bu həddi keçmək bəzi arzu olunmaz nəticələrə səbəb ola bilər. Yaxşı, bəs o 400 mg nə qədər çay deməkdir? Gəlin hesablayaq. Bu təxminən gündə 6-7 fincan çayıdır. Əlbəttə ki, bu rəqəm çayın növündən, necə dəmlənməsindən asılı olaraq biraz dəyişə bilər, amma ümumi bir orientir kimi bunu götürə bilərik. Bəs limiti keçsək nə baş verər? İlk ağla gələn təbii ki, həddindən artıq kofeinin yaratdığı narahatlıq və yuxusuzluqdur. Amma bundan daha maraqlı bir risk də var. Çayın tərkibindəki taninlər adlı maddələr qidadan aldığımız dəmirin bədənimiz tərəfindən mənimsənilməsinə mane ola bilir. Məhz bu səbəbdən, əgər dəmir çatışmazlığınız varsa, yeməkdən dərhal sonra çay içmək o qədər də yaxşı fikir deyil. Yaxşı, bütün bu məlumatlardan sonra yəqin ki, ağlınızda bir sual yaranıb. Bəs mən hansı çayı seçməliyəm? Heç narahat olmayın, gəlin ən məşhur çay növlərini birlikdə müqayisə edək və sizin üçün ən doğrusunu tapaq.
Bu cədvəl əslində hər şeyi çox aydın şəkildə göstərir. Əgər məqsədiniz maksimum antioksidant qəbul etmək və metabolizminizi sürətləndirməkdirsə, seçiminiz birmənalı olaraq yaşıl çaydır. Səhərlər gümrah oyanmaq və gün ərzində həzminizə kömək etmək üçün qara çay əla variantdır. Yox, əgər ən az kofein və çox zərif bir dad axtarırsınızsa, o zaman antioksidantlarla zəngin olan ağ çay tam sizlikdir. Yeri gəlmişkən bir vacib məqama da aydınlıq gətirək. Bizim tez-tez çay adlandırdığımız çoban yastığı, nanə, zəncəfil kimi dəmləmələr texniki olaraq çay deyillər. Çünki onlar çay bitkisindən hazırlanmır. Onların tərkibində kofein yoxdur və hər birinin özünə məxsus sakitləşdirici və ya müalicəvi təsirləri var. Sadəcə bunu qarışdırmayaq. Beləliklə, bütün bu məlumatları bir yerə yığaraq, gəlin yekun nəticəyə gələk. Çaydan maksimum faydanı necə əldə edə bilərik? Cavab əslində çox sadədir. Hər şey balansdan asılıdır. Bu ifadə məncə çayla bağlı bütün hekayənin ən yaxşı xülasəsidir. Çay inanılmaz dərəcədə faydalı bir içkidir, amma onun əsl gücü düzgün miqdarda gizlidir. Dozanı aşdıqda onun faydalarını öz əlimizlə kölgədə qoymuş oluruq. Odur ki, qızıl qayda budur. Sağlam bir insan üçün gündə 2-3 fincan çay içmək, həm onun bütün faydalarından yararlanmaq, həm də potensial risklərdən uzaq durmaq üçün ideal miqdardır. Əlbəttə, hər kəsin öz sağlamlıq vəziyyətini də nəzərə alması şərtdir. Artıq bilirsiniz ki, əlinizdə tutduğunuz o fincan sadəcə isti, dadlı bir içki deyil, o, sizin bədəninizə və zehninizə birbaşa təsir edən mürəkkəb bir kimyəvi qarışımdır. Elə isə bu yeni biliklərdən sonra növbəti fincan çayınıza necə baxacaqsınız?